Seyfəddin Şahbozlu da yazır ki, kimi ayaksızdır, kimi dəlsiz, kimi kəkəlləyir, kimi də dilsiz, qayıdıb gəldilər səssiz səmirsiz. Hər kəsin baş tacı olan qazilər, neçə qazimizdə güllə yarası, ananın gözünün ağı qarası, döyüşüb düşməndən aldı qisası, qanı torpaqlarda qalan qazilər, nə qədər alınmaz səngər qazdılar, pusquya düşdülər, yolu azdılar, onlar 44 günə tarix yazdılar, adların tarixə salan qazilər. Vətən azad oldu, torpaq alındı, yenidən quruldu, şəhər salındı, azadlıq deyildi, zəfər çalındı. Hər kəsin baş tacı olan qazilər, hər kəsin baş tacı olan qazilər.